Salam dostlar. Bugün artıq SQL-də keçən bundan əvvəlki dərsdə belə bir struktur qurmuşduq. Layihə strukturu kimi bir struktur qurmuşduq. İndi bugün bu layihə strukturunun üzərində bunun SQL tərəfini başlayacaq işləməyə. SQL tərəfindən başlayacaq işləməyə və mən bunun SQL cədvəlini quracam və ondan sonra bizim əsas məqsədlərimizdən biri bunun üzərində hansı querylərlə işləyəcəyik, necə bu datalarla işləyə bilərik, onlara baxacaq. Mən deməli burada birinci deyək ki, mən bu dizaynımı hazırlamışam. Bundan sonraki etapda mən bunun SQL cədvəlini quranda, SQL komandalarını yazanda rahat yaza bilməyim üçün necə bir strategiya müəyyən eləməliyəm özümə. Deməli, birinci mən burada bunun SQL cədvəlini mən gəlirəm database'imi qururam burada. Deməli, bir dənə new database yaradaq burada. Deməli, gedək company database və SQL basic queries. Dedik ki, shop database deyək. Database'imi create elədim və ona connect elədim SQLite-da və indi başlayacağım burada cədvəlləri yaratmağa. Və cədvəlləri yaradarkən rahat olmaq üçün birinci baxıram ki, mənim şablonumda hansı table'ların üzərində foreign key yoxdursa, yəni ki, primary key olan table'ları birinci qururam, sonradan foreign key olanlara keçirəm. Bu niyə rahatdır? Çünki mən İndi burada şablonda mən bunu şey olaraq versəm, necə deyərlər, relationu daha sonradan qura bilirəm. Amma SQLite ilə işləyəndə mən birincidən başdan necə deyərlər, cədvəlimi qurarkən foreign key vermək lazım olduğu üçün, məsələn, mən gəlsəm buna foreign key versəm, bu avtomatik ehtiyac duyacaq ki, content type cədvəli var olsun. Dolayısıyla mən o cədvəli daha öncədən yaratmalıyam ki, sonradan ona foreign key verə bilim. Dolayısıyla mən indi buradan başlayacağam. Birinci content type'dan başlayacağam və ondan sonra kateqoriyaya keçəcəm və davam edəcəm. Gəlirəm indi bura birinci deyirəm ki və burada yazanda yaxşı olar ki, SQL komandalarını qarışdırmamaq üçün SQL komandalarını böyük hərflə yazıb, custom olanları kiçik hərflə yazsaz qarışdırma olmaz. Table, create table, nə deyirəm? Bura customer type deyə, customer type deyə bir cədvəl yaradıram və bunu bu şəkildə query şəklində yazıram. Deyirəm ki, burada mənim nəyim var? Deyirəm, baxıram bura, nə var? ID var və name var. Və burada, necə deyərlər, adlandırma eləyəndə özünüzə bir strategiya müəyyən edin ki, zamanla, məsələn, SQL-in daxilində olan şeylər, necə deyərlər, reserve keywordlərlə üst-üstə düşən adlar vermək məcburiyyətində qalmayasınız. O probleminiz olmasın. Bunun ən rahat yolu nədir? Table'a, sütunlara ad verərkən bunun içərisində bir prefix yaratmaqdır. Prefix yaratmaq daha yaxşıdır. Mən məsələn deyək ki, bura ID versəm, ID standart olduğu üçün mən bunu böyük hərflə yazıram. ID, integer, primary key, bunu yazdım. Primary key və auto increment yazdım. Ondan sonra gəlirəm, əgər mən burada name adına müraciət edəcəmsə, mən buna deyirəm ki, customer type olduğu üçün CT name deyirəm buna. CT name, varchar və 100 deyirəm buna. Bu mənim üçün artıq bir dənə cədvəlim bitdiyini göstərir. Bura vergül qoymaq, sonuncu sütuna vergül qoymaq lazım deyil, ehtiyac yoxdur. Və mən bura deyirəm ki, not null olsun və bir dənə unique olsun. Yəni ki, bura eyni adı təkrar verməyin qarşısını almaq üçün bunu yaratdıq.
bu query'mi icra edirəm. Deyirəm ki, bu query icra olunsun. Getdi bir dənə cədvəlim yarandı. Ondan sonra gedirəm ikinci cədvəlimə. Ona da baxıram foreign key olmayan table hansıdır? Kateqori. Gəlirəm bura. Və bunun eynisini kopyalayıram. Yəni görə bilmək üçün. Yəni burada da dəyişə bilərik. Deyirəm ki, kateqori və ID və deyirəm ki, CNAME. Bundan başqa kateqori name var. Buna da uniqlik verirəm ki, təkrarlanmasın. Bunu da yaratdım. Bu ikinci table'ım mənim. Ondan sonra gedirəm üçüncü cədvəlimə. Baxıram ki, hansında şey yoxdur. Bunda foreign key var. Bunda da foreign key var. Burada da şey var. Order var. Və bunda da foreign key var. İndi məsələn, gedirəm product table'ını yaratmağa. Product table'ında baxıram nələr var. Bunu yaratdıqdan sonra məsələn customer'ı yarada bilərəm. Gedək customer'ı yaradaq. Gələk bura. Customer table'ını yaradaq. Customer. Dedim ki, məsələn customer'da ID var. Ondan sonra nə var? Customer name, surname, email, age deyirəm. Customer'da deyirəm ki, CR və ya buna customer name deyə bilərəm. Məsələn, bu şəkildə də yaza bilərəm. Amma bu şəkildə də deyək ki, CR name deyə bilərəm. Buna artıq not null bunlar boş buraxıla bilər. Ondan sonra gəlirəm, copy paste edirəm bunu. Bu sətri bunu kopyaladıq, yapışdırdıq. CR surname deyirəm. Buna da 100%. Ondan sonra CR email deyirəm. Deyirəm varchar. Bu da olsun 100 olsun. Ondan sonra buna uniqlik verirəm. Unique olsun. Və not null olsun. Yəni niyə? Çünki e-maildə boş olmaz e-mail. Ondan sonra çünki önəmli case'ləri age boş ola bilər. CR age. Bura nə olacaq? Integer olacaq. Integer olacaq. Və buna da deyə bilərəm ki, bu null ola bilər. Bunda problem yoxdur. Və ondan sonra gəlirəm bura. Add date və is active. Gəlirəm bura CR add date. Buna yazıram, deyirəm ki, bu olsun date. Olsun. Ondan sonra gəlirəm CR is active. Aktiv. Buna da deyirəm ki, bu olsun. Ondan sonra gəlirəm, ən sonda ID şeyimə baxacam. Type ID-yə. Gəlirəm, deyirəm ki, customer type ID. Bunu uzun şəkildə yazıram ki, bu integerdir və buna foreign key verəcəm. Deyəcəm ki, və bunu yazanda, bunu verdim. Ondan sonra deyəcəm ki, foreign key hansı olsun foreign key'imiz? Customer type ID. Customer type ID. Nəyə olsun? References. Customer type cədvəlinin ID sütunla mən bunu foreign key ilə birləşdirirəm. Bu şəkildə birləşdirmiş oldum. Ondan sonra bunu daxil elədik, run eləyək. Başqa hər hansı bir xüsusiyyətimiz varmı? Customer type ID, foreign key definition. Burada bunu yazmaqdan mənim nəyimsə səhvim olub. Yəni baxaq. Bizə dəqiqə type ID, customer type. Yəni buna şeyin adını düz yazmamışam. Column adını düz yazmamışam. Ona görə error verib mənə. Və bu şəkildə mən bunu əlavə elədim. Customer table-unu əlavə elədim. Ondan sonra gedirəm, hansı cədvəli yazacağım. Gəldim, product'a gəldim. Product cədvəlimi yazacağım. Product'a name price. Deyirəm ki, bunun adı olsun product. Və bura deyirəm ki, PR name, product name.
Ondan sonra nə var burada? Baxaq, productda price, price. Gəlirəm bura, price-a. Deyirəm ki, bu olsun, float olsun. Float olsun. Və baxaq görək, float adında bir dəyişənim var mənim. SQLite float type. Baxaq görək, burada mənim üçün kəsirli ədədləri eləmək üçün mən də burada nədən istifadə edəcəm? Floating point value 8 byte. Mən buna real desəm, heç bir problem olmaz. Gəlirəm bura, deyirəm ki, buna gəlirəm, buna ad verirəm, deyirəm ki, real olsun. Ondan sonra gəlirəm, baxıram, məndə nə var? Featured photo var. Featured photo olacaq nə? PR featured photo. Featured photo yazdım. Bunu bu şəkildə yerləşdirdim. Sonra gəlirəm nəyə? Infoya. Və featured burada bunu dəyişdirirəm, eləyirəm. Bunları silim bircə dəqiqə. Bunlar mənim qarışdırmasın. Gəlirəm burada deyəcəm ki, PR info. Product info olsun. Text olacaq. Niyə? Çünki buradakı yazacağım məlumat uzun məlumatdır. Ondan sonra gəldim bura. Ondan sonra info add date olacaq. Add date. PR add date. Bura date olacaq. Ondan sonra gəlirəm bura. Nə olacaq? Is active. PR is active. Buna da bool deyəcəm. Və ondan sonra gələcəm bura. Kategori ID ilə foreign key quracam. Deyəcəm ki, PR kategori ID deyəcəm buna. Kategori ID. Buna deyəcəm integer və ondan sonra deyəcəm ki, foreign key kategori ID references nəyə? Kategori ID-yə. Və burada böyük bir hərflə yazacağım və başqa hər hansı bir şeyim yoxdur. Bunu da create elədim. Productımda create olundu. Ondan sonra qaldı nə? Product photo. Product photoda deyirəm ki, bunu da adını dəyişirəm. Deyirəm ki, product photo olsun. Və buradan PP deyirəm. Product photo. PRP də deyə bilərik bu şəkildə. Ona görə necə uyğundursa sizə onu da bu şəkildə yaza bilərsiniz. Name, ondan sonra baxıram nə var? Name size. Size, buna da deyəcəm real olsun. Bunun ölçüsünü əgər müəyyən eləmək istəyiriksə, bunu bu şəkildə yazacağım. Ondan sonra gələcəm burada, bunu nəyə qoşmuş olacağım? Deyəcəm ki, product ID, bunları silim. Ondan sonra product photo, bir də burada mənim yadımdan çıxan nə var? URL var. Bunun harda olduğunu göstərən. Bir də nə var? PR, P, URL və ya pass deyə bilərik. Buna da deyəcəm varchar. Buna da 150 deyəcəm. Bura mən hansı məlumatı daxil edəcəm? O şəklin mənim hansı papkamda, hansı folderımda yerləşdiyinin şəkli olacaq. Və ondan sonra gələcəm bura deyəcəm ki, product ID integer olsun. Və burada da deyəcəm ki, product ID bu da geçsin, product'ın ID-si ilə əlaqələndirilsin. Product ID-ni də qoşduq bura. Bunu da yerləşdirdik. Bunu da əlavə elədik. İndi qaldı bir dənə bizim yazmadığımız order table'ımız qaldı. Gəlirəm order'a və bu order'da keçən dəfə mənim yadımdan çıxan nədir? Deməli, mən burada integer yazdım. Ondan sonra bura diqqət edirsiniz nə qoymuşam? Customer ID, product ID deyə. Gəlirəm bura deyirəm ki,
burada bir dənə customer ID yaradıram. ID deyirəm ki integer. Ondan sonra gəlirəm verəcəm product ID integer. Bir də bu sifarişin vaxtını təyin eləmək istəyirəm ki, hansı tarixdə olub bu sifariş. Onu da yazmaq üçün bura deyirəm ki order o date deyə. Buna date deyə bir şey qoyuram. Date time da qoya bilərsiniz. Bu elə də problemli bir şey deyil. Ondan sonra gəldim. Bir də artıq buna foreign keyləri qoşacağım. Foreign key deyəcəm ki customer ID reference olsun. References customer ID-yə. Buradan bunu silim. Customer ID və bir dənə də vergül qoyum. Bir dənə də yazım. Foreign key yazım. Bunu nə üçün? Product ID references və bunun içərisində də olsun product ID. Bunları da qoşdum bura. Və burada məndə niyə error verir? Bir dənə baxaq. Yardımdan çıxan nəsə varsa yoxdur. Bunu da yaratdıq və many-to-many relationship-unda order syntax error orders deyəcəm buna. Order, baxın, fikir verin, məndə niyə error verdi, diqqət edirsinizsə. Çünki order sözü SQL-in reserved wordlərindən biridir. Dolayısıyla order görəndə bunu əmr olaraq başa düşür. Dolayısıyla order adını verə bilmərəm. Ona görə orders deyə mən bunu dəyişdirdim. Onu da yaratdım. Bu şəkildə orders deyə cədvəlimdə yaranmış oldu. Artıq mən bu şəkildə cədvəlimi database-imi yaratmış oldum. İndi yavaş-yavaş bunların içərisinə başlayaq məlumatlar əlavə eləməyə və artıq mən məlumat daxil eləyəndə yenə diqqət eləməliyəm ki, hansı cədvəlimdə foreign key yoxdursa, birinci primary key olan cədvəllər də olmalıdır. Niyə? Çünki foreign keylər ehtiyac duyur ki, orada mən əlaqələndirdiyim cədvəldə məlumat olsun. Yəni, mən məsələn ordersa, əgər sifariş əlavə eləmək istəyirəmsə, müştəri və ya product olmalıdır ki, mən bunu əlavə eləyə bilim. İndi burada biz pivot table qurmuşuq ordersda. Pivot table olmadan mən bunu qura bilərdimmi deyə özümə sual verirəm. Yəni, düşünə bilərdim ki, məsələn, customer-a bir dənə foreign key əlavə eləyərəm, bu gedər birləşər productda və ya productda da bir dənə foreign key əlavə eləyərəm, gələr birləşər customer-a. İndi bunu eləyərkən diqqət edin, nə yaranacaqdır? Deməli, customer table-ı gözləyəcəkdir ki, product table-na məlumat əlavə olunsun. Eyni şəkildə product table-da gözləyəcəkdir ki, customer table-na nəsə əlavə olunsun. Bu qapalı dövrə yaranacaqdır. Dolayısıyla mən heç bir məlumat əlavə edə bilməyəcəyim. Dolayısıyla biz many-to-many relationship yaradanda bu şəkildə pivot table yaratmaq ehtiyacı hiss edirik. Ki o many-to-many relationship-i biz reallaşdıra bilək. İndi gəlirəm artıq bunu silirəm. Mən yavaş-yavaş başlayacağım məlumatlarımı əlavə eləməyə. Burada kateqori əlavə eləyəcəm data hissəsinə. Deyəcəm ki, burada bir dənə data əlavə eləyək. Kateqoriya məsələn olsun məişət əşyaları. Ondan sonra gələk deyək ki, olsun texnika. Ondan sonra deyək ki, nə deyək, elektronika. Ondan sonra telefonlar, planşetlər, notebooklar deyə kateqori əlavə elədik bura. Və mən bunu okeylədiyim zaman bunlar əlavə. Ondan sonra product, məndə customer type'lar var. Customer type'a da əlavə edirəm nə?
müştəri növü deyim, bura daxil edirəm nəyi? Müştəri növlərdə deyirəm ki, daimi müştəri. Hələ ki özüm üçün deyirəm ki, customer type daimi müştəri olsun. Ondan sonra yeni müştəri. 2 dənə kateqoriya customer type müəyyən edirəm. Ondan sonra gəlirəm, bir iki dənə customer əlavə eləyəcəm. Deyəcəm ki, customer name-də, customer name olsun Əhməd Məmmədov. Ondan sonra nə var? Əhməd@gmail.com. Bunların insert komandaları asan olduğu üçün mən bunları özüm əlavə edirəm. Deyirəm ki 28. Ondan sonra add date. Burada dırnaq içərisində yazacaq ki nə olsun? Məsələn atıram deyək ki 10-10-2021 olsun, is active olsun, bura 1 yazaq. Ondan sonra customer type ID, burada 1 yazdıq, bunu daxil elədik. Və ondan sonra bunu əlavə eləyək. Bir dənə də 2 dənə müştəri əlavə eləyək. Sabit Sadıqov. Ondan sonra sabit@gmail.com deyirəm bura. Deyirəm ki 34 olsun. Date deyirəm ki dırnaq içərisində olsun 12. Ondan sonra ay, gün 10 2022 olsun. Ondan sonra bunun olsun tipi 0. Customer type olsun 2. 2 olsun. Bunun customer type. 2 dənə müştəri əlavə elədik. Ondan sonra gəlirəm product'a. Product table'ıma da deyirəm ki, mən burada bunları bu şəkildə daxil eləyəcəm. Və burada artıq mən başlayacağım bunları daxil eləməyə. Bu şəkildə daxil eləyə bilərəm. İndi mən bu cədvəli qurmadan, indi üzərində məlumat olan cədvəllər üzərində işləmək daha rahatdır. Bunu indi qurub bu şəkildə daxil eləyə bilərsiniz. Və indi mən bunun üçün, bizim üçün playground ola bilməsi üçün, rahatlıqla üzərində data üzərində işləyə bilmək üçün deməli mən də deyək ki WSchool-dan baxsaq SQL-də SQL WSchool-da İndi burada SQL ilə bağlı bu bizə verir, bir dənə hazır cədvəl verəcək, diqqət edin bura və buradakı, bura baxın, bu bizə belə bir cədvəl verir. Və biz bu cədvəlin üzərində, baxın burada nə var? Customers var, categories var, employees var, order details var, orders var, products var, shippers var, suppliers var və geniş bir dənə database'imiz var. Və bu database üzərində biz artıq necə deyirlər, bizim yazdığımızdan da fərq odur ki, bunun içərisində artıq hazır datalar da var. Məsələn, mən customerları seçsəm, burada görürsünüz ki, mənim müştərilərim burada var, hazır datalarım burada var. Hazır datalar üzərində işləmək mənim üçün daha yaxşıdır. Yəni SQL query'lər üzərində işləmək. Bunun üzərində işləyərək öz şeyinizi necə deyərlər, SQL biliyinizi inkişaf elətdirə bilərsiniz. Və mən bunun üzərində başlayacağam eləməyə, necə deyərlər, SQL query'lərini yazmağa. İndi biz SQL query'ləri deyəndə nəyi nəzərdə tuturuq? Artıq
DML language-lərdə və ya DML data əlavə eləmək üçün lazım olan bir xüsusiyyət idi. İndi amma bizə artıq bir dənə cədvəlimiz var, içərisində məlumatlar var. Bizim əsas hədəfimiz nədir? Bu cədvəl içərisində mənə lazım olan məlumatları tapa bilmək. Yəni istədiyim məlumatları tapa bilmək, istədiyim necə deyirlər, dataları nəticəsini görə bilməkdir. Mən indi burada birinci select query'sindən başlayacağam. Select query'sindən başlayacağam. Deməli, mən burada gördüyünüz kimi bir dənə ilk select komandası nə işə yarayır? Select ulduz from customer deyirəm. Deyirəm ki, bu artıq mənə nəyə göstərəcək? Bütün müştəriləri göstərəcək. Ondan sonra bura vergül qoyub, categories də desəm, baxın 2 dənə. Bu mənə hər iki cədvəlin məlumatlarını bir yerə toplayıb verir. Yəni, burada görürsünüz ki, məsələn, mən sadəcə bunu göstərsəm, categories dedim. Bu mənə kategori ID-ni verdi, kategori name və description-ı göstərdi mənə. Amma mən buna gəlib yanına customer desəm, bu şəkildə mən bunu customers, bunu categories və customers'ı gördüm və bu şəkildə bu mənə nə göstərir? 2 dənə cədvəldə olan bütün məlumatları bir cədvəlin içərisində göstərir və hətta bura diqqət edirsinizsə, kategori ID ilə birinci hansı cədvəli yazmışamsa, onu göstərir. Sonra gələcək mənə buradan customer ID-ni göstərəcək və s. və s. Və biz hələ ki bir cədvəlin üzərində işləyəcəyik, məsələn, customerların üzərində işləyək və ya daha qısa olduğu üçün kategorizin içərisində işləyək. Bunu run elədik, bu mənə bunu göstərir. Və mən indi burada all yazdığım, ulduz yazdığım üçün bütün sütunları mən görürəm. Amma mən bunu edə bilərəm. Yəni ki, deyə bilərəm ki, mənə sadəcə göstərinə, heç nəyə, tam kategori neyimi göstər. Sütunun adını yaza bilərəm bura. Bunu göstərdi. Hətta bunu mən dəyişdirə bilərəm. Deyirəm ki, as kategoriya adı. Bu şəkildə də mən görə bilərəm. Və ya əgər bunların arasında boşluq vermək istəyirəmsə, belə də yaza bilərəm. Dırnaq içərisində deyə bilərəm ki, kategoriya adı. Çünki buraya yazdığım şey string olmalıdır. Və mən bu şəkildə görürsünüz ki, bunu daha səliqəli şəkildə burada görə bilirəm. Yəni, bu artıq mənim üçün, yəni neyini, o customer kategori neyimi xüsusi bir ad verirəm və onunla burada göstərə bilirəm. Və ondan sonra bu elə kategori name qalsın və ya o qalsın. Və burada artıq mən müəyyən funksiyalardan başlayacağım işləməyə. Müəyyən funksiyalarla işləmək, burada müəyyən dataları görmək üçün. Mən birinci burada müəyyən şərtlər, proqramlaşdırmada olduğu kimi şərtlər qoymaq istəyirəm. Deyirəm ki, məsələn, burada artıq mən şərt qoymaq üçün deyirəm ki, zəhmət olmasa mənə kateqoriyalardan məlumatları gətir, hansı ki bu şərtləri ödəyir. Bura gələcəm, deyəcəm ki, haradakı ver, ən bəsit olaraq deyirəm ki, ID bərabərdir, məsələn, 2. Bu mənə nəyi göstərəcək? Kategori ID, pardon, sütunun adını düz yazmadım. Kategori ID bərabərdir 2. Bu mənə ID-si 2 olanı verdi. Bunu böyüdü yaza bilərəm. Deyək ki, kategori ID bu 2-dən böyükləri göstərdi. Və and deyə bilərəm. Kategori ID kiçikdir. Məsələn, 6. Bu şəkildə verə bilərəm. Və ya bura or yaza bilərəm. Deyə bilərəm ki, kategori ID bu əslində çox saçma bir nəticə gətirəcək. Çünki bu şərt, 2 dənə şərt fərqli kontingentləri mənə gətirir. Burada mən istədiyim qədər şərti qoya bilərəm. And orlarla şərti qoya bilərəm. Ondan sonra burada tək kategori ID ilə yox, məsələn deyə bilərəm ki, mənə göstərsin kategori name-ə görə. Kategori name bərabərdir, deyək ki,
nə olsun? Bura dırnaq içərisində yazmalıyım. Produce olsun. Mən burada indi burada artıq bunu görürsünüz ki, ada görə axtara bilərəm, şeyə görə, description-a görə axtara bilərəm, amma indi istər-istəməz ağlınıza gəlir ki, mən bəlkə istəyirəm ki, description içərisində müəyyən söz keçirsə, onu necə tapa bilərəm və description içərisində mən axtarmaq istəyirəm ki, məsələn, kateqoriyanın description'ında, izahatında müəyyən söz keçibsə, mənə o lazımdır, onu tapmaq üçün. Onu tapmaq üçün biz nədən istifadə edirik? Burada like query'si var, like operatoru var. Bunun sintaksi nədir? Deyir ki, mən burada müəyyən adı axtarmaq istəyirəm və burada prefixlər var, diqqət edirsinizsə. Ən bəsit prefixlərdən mən danışım. Deməli, any values, məsələn, mən istəyirəm ki, burada deyirəm ki, where category name like, yəni ki, bu category name'in içərisində və ya category description deyək də, description daha rahat olsun bizə. Description. Deyirəm ki, məsələn, mən description'ın içərisində deyirəm ki, description'ın daxilində əgər bu ifadə ilə başlayırsa, məsələn, A ilə başlayan, bu nəyə göstərir? Mənim buradakı hərfim, sonraki faiz hissəsi geri qalanı soruşur. Deyir ki, A ilə başlayan bütün description'ları mənə göstər. Burada elə bir şey yoxdur. Mən gəlim, indi baxaq, məsələn, bunu götürüm. Bir dənə də ümumiyə baxaq. Məsələn, bir dəqiqə buradakı nöqtəni mən götürüm. Baxaq, məsələn, mən indi istəyirəm ki, deyək ki, softla başlayan, S-lə başlayanları mən burada göstərim. Deyirəm ki, S-lə başlayanlar. Və burada diqqət edin, böyük, kiçik hərf məsələsi də önəmlidir. Baxın. Bir dənə dırnağı qoymadım. Baxın. Bu mənə deyir ki, S-lə başlayanları mənə göstərir. Ondan sonra deyirəm ki, məsələn, soft-la başlasın. Bu sadəcə bir dənəsini göstərir. Ondan sonra mən bitənləri göstərmək üçün, məsələn, else-lə bitənləri göstərmək üçün, yəni bunun yerini dəyişdirəcəm. Deyəcəm ki, bu başlanğıcdırsa, bu da bitiş olsun. Əgər bu else-lə bitənləri göstərir, əgər mən bura belə qoysam, A qoysam və burada faiz işarəti qoysam, bu deyəcək ki, əgər o ifadənin içərisində A sözü keçirsə, mən onu göstərim. Diqqət edin. Burada bütün descriptionların içərisində A ifadəsi varmısa, onu mən göstərəcəm. Və burada mən məsələn nə deyə bilərəm? Məsələn, meet sözü keçirsə və ya spread sözü keçirsə və ya bir sözü keçirsə, mən onu eləyə bilərəm. Tapa bilərəm. Bu like operatoru ilə mən bir mənada axtarış əməliyyatı apara bilərəm. İndi bunları mən göstərdim və geri qalanları siz özünüz analiz edirsiniz, vaxtımız getməsin deyə. Və indi ondan sonra bir SQL query'lərinin içərisində yavaş-yavaş buradan ümumi bir göz gəzdirəcəyik ki, onlardan bir aşinalığımız olsun. Və burada gəlirik, məsələn, gəlirik where clause-una baxdıq, order by. Order by bizim üçün sıralama məntiqini göstərir bizə. Mən məsələn deyirəm ki, burada deyirəm ki, mən kateqoriyaları sırala nəyə görə? Order by customer ID. Kateqori ID, pardon. Kateqori ID. Buna görə sıralayır və ondan sonra mən bura ascending, descending, azalan sıra və ya artan sıra deyə, descending deyə yaza bilərəm. Baxın, bu avtomatik mənim üçün neynədir? Avtomatik olaraq bunları sıraladı. Və ondan sonra məsələn deyə bilərəm ki, bunun içərisində, əgər mən kateqori name-ə görə yox, deyək ki, kateqori ID-yə görə yox, kateqori name-ə görə sıralayıram məsələn. Bu avtomatik olaraq sıralayacaq nəyə əsasən? Diqqət edin, mənim üçün kateqori name-ə görə sıralayaq.
order by adına göre bu şekilde mənim üçün sıralayır burada. Və ascending yazsa, bura ASC yazsa bunu adına göre, C-nə görə sıralayacaq. Və bu sıralama məntiqi, bunu yəqin ki, layihələrdə artıq təsəvvürünüz yaranır ki, layihələrdə deməli ki, o sıralama məntiqi nəyə görə aparılır. Və bundan başqa order by, ondan sonra gəlirik. Məsələn, deyək ki, group by var bir də. Burada group by. Haradadır? Group. Bircə dəqiqə. Group by. Grouping var. Ona birazdan baxarıq. Grouping olmalı. Group by şey olmalıydı. Onda nə isə group by. Bu da nəyə görə qruplaşdırmaq üçün mən istifadə edəcəm. Amma bunu eləmək üçün də biz bəzi funksiyalardan istifadə eləyəcəyik. Yəni ki, SQL funksiyonlarından istifadə eləyəcəyik. SQL funksiyonları bizim üçün nəyi göstərir? Mən məsələn deyirəm ki, burada kateqori ID-yə görə sırala, bunu eləsin. Kategori ID-yə görə sıralasın, descending olaraq sıralasın, desklə sıralasın və mən istəyirəm ki, burada müəyyən sayda, müəyyən row sayı görünsün məndə. Mən bunu da deyirəm ki, limit, buradan yazıram ki, deyirəm ki, limitləmək üçün mən bundan istifadə eləyəcəm. Haradadır limit, limitləmə və burada mən deyə bilərəm ki, bunu mən müəyyən sıralamada bunu sırala və ya mən deyəcəm ki, bu qədər şeyi limit elə, nə qədər bura yox, deyəcəm ki, bura deyəcəm descending elə və limit elə nə? 3 dənə, 4 dənə. Baxın, bu mənə 4 dənəni göstərir, bu 5 dənəni göstərir. Əslində, bunu yazanda yəqin ki, avtomatik olaraq yanınıza gəlir ki, məsələn, xəbər saytlarını göstərin, ondan sonra shopping saytlarını göstərir. Müəyyən, ən son əlavə olunan məhsulları görə bilirsiniz, ən son əlavə olunan xəbərləri görə bilirsiniz. Nə qədər? 5 dənə, 3 dənə, 10 dənə, 15 dənə. Bunları görə bilirsiniz. Və ondan sonra mən burada minimum, maksimum və bir neçə dənə bu funksiyalar var ki, count, average, sum. Məsələn, mən buradan deyirəm ki, bunu nəyi toplasın məsələn? Deyək ki, burada məsələn deyək ki, product'a baxaq, daha rahat ola bilməsi üçün. Deyirəm ki, select all from products. Baxaq, products deyə varmı? Birinci bu product table-ını mən baxam görək nələr var. Productda nə var? Product ID var, product name var, supplier ID var, kategori ID var. İndi burada diqqət edirsinizsə, mən indi buna diqqət edirəm. Bunlar sizcə, yəqin ki, diqqətinizi çəkir. Bunlar ID verildiyinə görə deməli bunlar nədir? FK-dır. Yəni, foreign keylərdir. Yəni, bu productda olan, deməli, product table-ında nə var? Bu primary keydir. Bunlar foreign keydir. Nə ilə əlaqələndirib? Supplier table ilə. Kategori ID-də nə table ilə əlaqələndirilib? Kategori table ilə əlaqələndirilib. Mən indi burada price-a görə deyəcəm. Məsələn, deyəcəm ki, price-ına görə, qiymətinə görə order eləyəcəm. Order by price. Bu avtomatik nədən? Azdan çoxa doğru sıralayacaq və mən bunu deyəcəm ki, limit, deyəcəm ki, ən ucuz 5 dənə məhsulu göstər mənə. 5 dənə məhsul. Bu avtomatik mənə nə deyəcək? Bunu göstərəcək. Ondan sonra mənə lazımdır ki, məsələn, deyək ki, bunu ən bahalısını göstərim. Deyəcəm ki, bunu order by price, descending və limit 5. Ən bahalı 5 dənə məhsulumu mənə burada göstərəcək. Və ondan sonra indi mən burada dedim ki, mən burada istəyirəm ki, deyək ki, ortalama qiyməti öyrənim. Ortalama qiyməti deyəcəm ki, count və ya average göstər nəyi? Average price. Yəni,
average ortalama qiyməti göstər. Baxın. Bu mənə bütün məhsullarımın ortalama qiymətini göstərir. Ondan sonra gələcəm, deyəcəm ki, max price. Ondan sonra min price. Mən burada buna baxa biləcəm. İndi mən bunları elədiyim zaman yavaş-yavaş və ya sum bütün məhsullarımın toplam qiymətini öyrənmək istəyirəm. Bu mənə göstərir ki, mən burada bu qədər məhsullarımın bu qədər qiyməti var. Məsələn, mən burada göstərmək istəyirəm ki, sum price as toplam məbləğ. Hətta bunu Azərbaycanca yazmaq istəyirəm. Gəlirəm bura, deyirəm ki, toplam məbləğ. Bu şəkildə yaza bilərəm. Bunu run elədim. Baxın, toplam məbləğ bu şəkildə mənə göstərilir. Və mən indi burada artıq bu query-ni yazanda mən elə tək-tək query-lər yazıram. Və bu şəkildə görürsünüz ki, artıq SQL-də mənim görə biləcəyim işlər biraz da rahatdır. Yəni, dataları görmək, datalar üzərində işləmək çox da rahatdır yəni. Və bu basic komandalardan əlavə yavaş-yavaş biz artıq SQL-in növbəti şeylərindən istifadə edən, növbəti dərsin girişinə baxanda, deməli biz burada məsələn, mən indi istəyirəm ki, belə bir özümdə sorğu yaratmaq istəyirəm. Deyirəm ki, mən ekranda nəyi görmək istəyirəm? Maksimum qiymətə sahib olan məhsulun adını görmək istəyirəm. Baxın, mən bunu eləmək üçün nə elədim? Deyirəm ki, birinci query-mi yazacağım. Select, deyəcəm ki, max price from products. Bu mənə bunu göstərdi. Bu, baxın, max price-ı bu dəyəri aldım mən. Bu dəyəri əldə elədim. İndi mən bunu görə bilmək üçün, max price-a sahib olan məhsulun adını görmək üçün nə edəcəm? Select product name from products. Deyəcəm ki, zəhmət olmasa products-in içərisindən product name-i göstər. Harda ki, baxın, price bərabərdir bu. Bu query mənə nə istehsal edir? Diqqət edirsə, bir dənə rəqəm istehsal edir, ədəd istehsal edir. Və mən bu ədədin nəticəsini, baxın, bura bir dənə query yazdım. Bu mənim üçün bir nəticə əldə edəcək. Bu mənə göstərir ki, ən bahalı məhsul buymuş. Ondan sonra, məsələn, 1000 buymuş. Ən ucuz məhsul. Biz buna nə deyirik? Bura yazdığımız query-yə biz buna sub query deyirik. Sub query. Bu sub query yazanda bu artıq bizə, baxın, 2 dənə şeyi göstərir. Yəni ki, bir nəticəni əldə etmək üçün əlaqələndirməni göstərir mənə. Bunu məsələn biz buradan bir dənə baxaq, xüsusiyyətimizə all yazaq bura və buna mən indi istəyirəm ki, məsələn, kateqori ID-si 1-dir, eləmi? Və ya kateqori ID-si 2-dir. İndi mən gəlirəm, deyirəm ki, haradakı kateqori ID bərabərdir 2. Kateqori ID-si 2 olanı mən görmək istəyirəm. İndi mən məsələn istəyirəm ki, bir dənə də burada yazaq, deyək ki, deyirəm ki, bütün kateqoriyaları görün, baxın, bütün kateqoriyalar. Mən məsələn istəyirəm ki, hansı kateqoriya olsun, məsələn, deyək ki, seafood kateqoriyasında olan məhsulları görmək istəyirəm. Baxın, seafood kateqoriyasında olan məhsulları görmək istəyirəm. İndi bunu necə yazacağım? Məsələn, sorğuma diqqət edin. Adı seafood olan
kateqoriyaya aid məhsulları göstərmək lazımdır. Bunun üçün mən nə etməliyəm? Deməliyəm ki, bunun şeyi nədir? ID-si nədir? 8-dir. Eləmi? Mən gəlirəm bura deyirəm ki, select from products, birinci hamısını görüm. Ondan sonra seafood'un ID-si neçə idi? 5 idi, 8 idi. Mən gələcəm bura deyəcəm ki, hardakı where category ID bərabərdir 8. Baxın. Və amma mən bu 8-i əllə baxdım, gördüm. Eləmi? İndi mən bunun yerine bu 8 məlumatını əldə etmək üçün bir dənə query yaza bilərəmmi? Deyə bilərəm ki, select category ID where from hardan categories'dən hardakı category name bərabərdir nə? Seafood. Baxaq. Bu query'mi işlətdiyim zaman, baxın, bu mənə avtomatik olaraq bunları göstərəcək. Sabah, məsələn, deyək ki, bunu bir dənə əlavə eləyək, bundan yanında göstərək bunu, kateqoriyalara baxaq. Mən buradan bütün kateqoriyalara baxsam, məsələn, mən beverage kateqoriyasını görmək istəyirəm. Sadəcə nə edəcəm? Gələcəm, bura deyəcəm, beverage kateqoriyasında olan məhsulları görmək istəyirəm. Diqqət edirsinizsə. Ondan sonra bu şəkildə mən bunları görə bilərəm. Bu, baxın, ən bəsit subquery mənim üçün nə rahatlıq təmin edir. Və data üzərində işləyəndə bunları artıq biz yavaş-yavaş irəlilədəcəyik. Niyə? Çünki görürsünüz ki, bəlkə də bilməm, hiss edirsinizsə özünüzdə. Mən şəxsən SQL ilə işləyəndə həyəcanlanıram. Səbəb də nədir? Çünki real data üzərində işləmək, onlara filtrasiya eləmək və s. və s. eləmək mənim üçün daha həyəcanlıdır. Və mən burada artıq bu real case olduğu üçün bunların üzərində bu query'ləri yazmaq və s. eləmək daha maraqlıdır. İndi biz burada subquery edirik. Subquery və bunu biz biraz genişləndirəcəyik növbəti dərsdə. Mən indi bunların zaten bəsit olduğu üçün bu query'lər və s. mənim tövsiyəm nədir? Rahat başa düşə bilmək üçün bunların üzərində bura qədər, belə deyək də, like şeyə qədər, hətta between-ə qədər gələ bilərsiniz. Özünüz üçün bir araşdırma edə bilərsiniz ki, bizim əsas məqsədimiz SQL-də biraz da orta səviyyə deməyim, beginner'ın üst səviyyəsində olan mövzulardan join mövzuları var, ondan sonra view'lar var və prosedurlar var. Bunlarla işləyə bilməkdir. Onların bir teorik tərəfini öyrəndikdən sonra görəcəksiniz ki, SQL bizə nə qədər güc verir. Yəni, data üzərində işləmək üçün. Ona görə mən indi sizə bir dənə, necə deyərlər, çalışın ki, internetdən hazır database'lər tapasınız. Necə deyərlər, bunu tapmaq üçün sample database with data deyə axtarsaz, bunlar hazır içərisində məlumat olan datalardır. Hətta bunu buradan da görə bilərsiniz, buradan da baxa bilərsiniz. Bunlar nümunələrdir, içərisində hazır məlumatlar var. Bir də sırf query'ləri yoxlaya bilmək üçün, bunlardan istifadə edə bilərsiniz. İnternetdə nə qədər böyük database tapsaz, onun üzərində query'ləri apara bilmək üçün, üzərində eksperiment apara bilmək üçün istifadə edə bilərsiniz. Və ya mənim tövsiyəm SQL Bolt var. SQL Bolt. Bu SQL-də step by step mərhələli gedə bilmək üçün çox da rahat bir necə deyərlər, practice eləmək üçün lazım olan dərsliklərdən biridir. Bunu da əlavə praktikada edə bilərsiniz. Belə, bugünlük bu qədər. Növbəti SQL